Hamıya salam. Bildiyiniz kimi UEFA Çempionlar Liqasında 16-da 1 mərhələnin pişqatması oldu. Mən rəqiblər haqqında biraz öz fikrimi demək istəyirəm. İlk rəqiblər Benfica və Real Madriddir. Xatırladım ki, Benfica və Real Madrid qrup mərhələsində 8-ci turda üz-üzə gəlmişlər və Anatoli Trubinin son dəqiqə qolu ilə Benfica 4-2 hesabı ilə Real Madridi məğlub elədi. Əslində Benfica 3-2 hesabı ilə hesab sərf eləmirdi, çünki belə olan tərdə Benfica 25-ci idi və Marseille 24-cü yerdə idi. Buna görə də Anatoli Trubin son dəqiqə qol vurdu. Ümumiyyətlə oyundan gözləntilərimə gəlsəm, açıq bu oyunda hətta Benfica mərhələ atlasa belə təəccüblənməyəcəm. Çünki Real Madridin bu il problemləri çoxdur. Onlar 8-də 1 finalda 3-cü liqanın komandasına məğlub oldular. Onlar daha sonra Xabi Alonsonu istefaya göndərdilər. Superkubokun finalında Barcelona uduzdular. Komandada problemlər var və komandanın lideri fikrimcə Kylian Mbappe'dir. Kylian Mbappe bu mövsümü biraz düzəldir. Çünki 35 qol və 4 məsuliyyət ötürməsi var. Səhv eləmirəmsə, onun qollarının sayəsində Real Madrid heç olmasa 9-cu yerdən 16-cı yerə qədər olan yerləri tutdu. Məhz Kylian Mbappe əsas pay sahiblərindən biri idi ki, Real Madrid 8-ci tura qədər ilk 8-likdə olsun. Belə. Amma digər məsələlərə gəlsək, nəzərə alsaq ki, cavab oyunu Santiago Bernabéu'da olacaq, Portuqaliyada olmayacaq. Bu səbəbdən Real Madridi xırda bir favorit görürəm. Cüzi 60-ın 40-a. Yəni ilk oyunda Real Madrid hətta məğlubiyyətlə fikirləşirəm, çünki Real Madrid məğlub da ola bilər. Real Madridin problemləri çoxdur. Real Madrid hətta La Ligada belə zəif komandalarla inamlı oyun göstərmir. Real Madridin pressinqlə çıxmaq problemləri var, topla davranmaq problemləri var. Real Madrid ümumiyyətlə biraz güclü pressinq olanda Real Madrid baş gətirmir. Çünki Real Madrid təzyiqli oyun ümumiyyətlə çox zəifdir. Hal-hazırda fikrimcə baş məşqçi Arbiola isə Real Madridin səviyyəsində olan bir baş məşqçi. Vinicius'un artıq bir ildən çoxdur bu bərbad forması. Bərbad adlandıraq, çünki bir oyun oynayır, 10 oyun oynaya bilmir. Qollar elə çox deyil. Əvvəlki kimi yaxşı oynamır. Əsas da Mbappe. Mbappe sözsüz bu komandanı həll var ayaq üstə saxlayan əsas simalardan biridir və Thibaut Courtois fikrimcə bu mövsüm uğrunda 2 oyunçuya Real Madriddə heç bir sual ola bilməz. Bunun biri Thibaut Courtois'dır, ikincisi isə Kylian Mbappe'dir. Yəni ilk oyundan gözləntim Real Madridin məğlubiyyəti, cavab oyundakı amma Real Madridin mərhələ atlamağı. Buna mən 60-ın 40% deyirəm. Kimcə 60%-lə Real Madrid növbəti mərhələyə atlayacaq. Növbəti cütlük Paris Saint-Germain və Monacodur. Paris Saint-Germain Monaco oyunundan elə böyük gözləntilərim yoxdur Monacodan. Çünki nəzərə alsaq ki, komanda bu il çox böyük problemləri var. Monaco, Real Madrid kimi problemi komandadan bu il 6 qol buraxdı bir oyunda. Ona görə Monacodan bu oyunda heç böyük gözləntilərim yoxdur. Monaco müdafiəsində çox böyük xətalar olur. Ümumiyyətlə müdafiədə çox inamsız oynayırlar bu mövsüm. Paris Saint-Germainə gəldiksə isə Paris Saint-Germain son tura kimi ilk 8-liyə öz şansını saxlayırdı. Lakin son turda evdən Newcastle-la 1-1 hesab ilə keçsə Paris Saint-Germaini ilk 8-likdən qırağa qoydu. İndi hal-hazırda komanda 16-da 1 mərhələdə oynayacaq. Paris Saint-Germain xatırladım ki, Qarabağın rəqibi ola bilərdi, lakin püşqatmada bizə Newcastle düşdü. İndi isə oyundan gözləntilərimə gəlsəm, fikrimcə Paris Saint-Germain burada 90% ehtimalla növbəti mərhələyə keçəcək. Çünki uzatmanın adı yoxdur. Bu cütlük haqqında Monaco'nun problemləri açıq-aşkardır. Düzdür, Paris Saint-Germain ötən mövsümə baxanda bu mövsüm oyununda dəyişiklik görür, oyunu zəifləyibdir. Həm də ola bilər Xviça Kvaratskhelia olmasın Monaco oyununda, amma fikrimcə hətta Xviças və Dembélé belə Paris Saint-Germain bu Monaco'nu məğlub eləməyə qadirdir. Növbəti cütlük isə Galatasaray və Juventusdur. Bilirəm Azərbaycanda da kifayət qədər həm Galatasaray, həm Juventus fanatları var. Amma oyuna keçməyə baxsaq, Galatasaray bu mövsüm sanki biraz inamlıdır. Çünki bu mövsümki Juventus keçiləsi rəqibdir. Bu 2017-ci ilin Juventusu, 2018-ci ilin Juventusu deyil. Amma nəzərə alsaq Galatasarayın bu mövsüm bərbad oyunları da olur. Sözün əsl mənasında. Məsəl üçün Eintracht Freiburgla Qarabağ məğlub elədi. Eintracht Freiburgla 5 qol buraxmışdılar. Amma Galatasaray nəzərə alsaq bu il öz çempionatda daha inamlı oynayır. Öz çempionatında liderdirlər. Juventus da Serie A-da 5-ci yerdədir. Bu oyundan gözləntilərim fikrimcə Juventusun keçməyidir. Çünki Galatasarayın da şansları var, amma burada Juventusu cüzi favorit görürəm. 55% təxminən, 55-in 45-ə. Niyə? Çünki Juventus sanki daha inamlı oynayır bəzi epizodlarda sanki daha səhvsiz oynayır. Düzdür, sözsüz Juventusun müdafiəsində səhvlər olur, Juventusun hücumunda problemlər olur, amma fikrimcə Juventus səviyyə nisbəti ilə cüzi Galatasaraydan üstündür. Ona görə fikrimcə bu oyunda Juventus mərhələ atlayacaq 55-in 45-ə. Növbəti cütlük haqqında çox qısa danışmaq istəyirəm, çünki bu cütlüyün oyunlarına mən demək olar ki, baxmıram və ya çox az baxıram. Bu Atalanta və Borussia Dortmunddur. Borussia Dortmund xatırladım ki, öz çempionatda 2-ci yerdədir. 42 balla lider Bavariyadan 8 xal geridə qalırlar. Atalanta isə səhv eləmirəmsə 7-ci yerdədir. Öz çempionatda hətta Avrokubok zonasında belə deyil. Amma lakin bütün faktorları, bütün hər şeyi hesablasaq, fikrimcə bu oyunda Borussia Dortmund favoritdir. Çünki Atalantanın UEFA Çempionlar Liqasındakı bəzi oyunları bir o qədər də inandırıcı deyil idi. Ümumiyyətlə Atalantada son bir mövsümdür
bir mövsümdür. Yəni 1 ildir, üzr istəyirəm. Atalantanın problemləri görükür. Ona görə fikrimcə Borussia Dortmund burada mərhələ adlayacaq. Buna mən 70-in 30% verirəm və Borussia Dortmundu burada favorit görürəm. Bu videonun ilk hissəsi idi. Videonun ikinci hissəsi də çıxacaq bu yaxınlarda.